olmalıdır. Amma biz motivasiya eləyəndə uşaqlarımıza deyirik, həmişə demişəm bunu. Dərs oxumasan, hambal olacaqsan, süpürgəçi olacaqsan, dərs oxu, vəzifə tut, pul qazan və s. Bu da uşağın son məqsədi. Ən böyük xəyanətdir o arzunu uşaq üçün təyin eləmək. Onu da maddi bir elmdə bugün düzdür, uşaqlar indi elm oxuyur, amma hansı səbəbdən oxuyur? Elmdə çevrilib olub büt, yarışma vasitəsi, ata-analar uşağının elmini də öz şöhrət vasitəsinə çevirir. Mənim uşağım Harvardda oxuyur, onun uşağı falan yerdə oxuyur. Uşaq olub bunun oyuncağı ki, o oxusun, bu 5 dənə kişinin içində fəxr eləsin, mənim uşağım falan yerdə oxuyur. Budur bu elmin nə nəticəsi olacaq cəmiyyət üçün? Elmə də vadar eləyəndə ona görə vadar elə ki, elm oxu ki, elm oxumaqla insan olursan. O baxımdan ki, elm oxuyan insan özünü vadar eləyir, rahatlığını pozur. Keyf istəyən eləmir, inkişaf eləyir. Amma biz motivasiya eləyəndə uşaqlarımıza deyirik,